Dünyada şəhərlər çoxdur. Hər şəhərə bir məqsədlə axın edir. Amma bu şəhərə insanlar sırf ölməyə gəlirlər. Biz hal-hazırda Hindistanın ölüm şəhəri olan Varanasi'dəyik. Nə var ya bu? Uşaqlar baxın, bax protiv gedir. Baba rahat iki dənə cavan oğlan. You told for you, Tapad you can go now. No video capture, please close. Birbirimiz ucu girib günahlarını yuyub çıxıbdı. Bunlar insan əti yiyənlərdilər. Bax bibiyə bax, bibi çox lüt şəkildə. Oyda, itlərin yedikləri insan əti uşaqlar. Millət salam, bugün Dehlidə son günümdür. Gedirəm artıq Dehlidən və sizə qaldığım hostelu göstərmək istəyirəm. Öz yerim mənim aşağıydı, buraydı, çantam falan filan. İşığım var, qaqaş. Burada hər şeyim tokum var. Ümumi sərgəlidir, heç bir narazılığım yoxdur. 8 nəfərlik otaqda qalırdım. Bir dənə ayaq yolumuz, bir dənə hamamımız var idi. Məlum məsələdir, amma hər şey təmiz və sərgəli idi. Bu barədə bir problem yaşamadım. İndi isə çıxaq otaqdan, çantamı götürüm, davam eləyək. Bu otağın qalan hissəsi 4 nəfər, bu hissədə 4 nəfər digər hissədə qalırdı. Ümumilikdə hostunla bağlı heç bir narazılığım yoxdur. Səliqəsi, səhmanı, rəngi, ab-havası yerində idi. Yetərincə xaricilər var idi. Elə 90% xaricilər idi. Yəni xarici dedim, zaten Hindli də xaricidir. Yəni Hindistana əsasən yerli millət az idi. 3-4 nəfər görərdim. Qalan hamısı xaricilər idi. Hamının yığışdığı hissə var. Hamı burada yığışır. Oturub yeyir, içir, söhbət eləyir. Axşamları daha maraqlı olur, yesişdi o. Düzüm axşamlar otelə çox gəlmirdim, amma okeydə maraqlı olur. Hə millət, check-out elədik. İndi minirik biz taksiyə, gedirik New Delhi Railway-yə, vağzala. Oradan da gedirik Varanasi'yə. Hal-hazırda video çəkdiyimə görə dayanıb mənə baxırlar. Məsəl üçün bu qaqaş dayanıb. Burada vlog falan, video çəkən görəndə hamı baxmağa başlayır, hamı yanıma gəlməyə başlayır. Boşum, mən taksini çağırım, gedim, görüşərik davamından aşağı və bugün yol boyu, Varanasi'yə getdim yol boyu Hindistan haqqında kalan məlumatlar verəcəm sizə, hansılar ki danışmamışam. Çünki baş qarışıq olur, hadisələrin gedişatı adam başını qatır, adam danışmağı unudur. Ona görə hamısını toparlayıb bir videonun içərisində sizə verəcəm. Nəsə deyir, mən başa düşmürəm. Gəlib mənə nəsə başa salmağa çalışır, mən də işə başa düşmürəm. Ne var ya bu? 3 tane taksi gelir. İkisi gelir, bir tane bu gelip satır. Bu da böyle. We can't go to railway station. Come here, come in. Rahat, come in. Come. Can you help me? इनको थोड़ा समझ नहीं आ रहा, मैं इनको समझाना चाहता हूँ। इनको नई दिल्ली जाना है, ठीक है? तो मुझे इनको ये बताना है कि अंदर वो टोल टैक्स कटता है आजकल हर स्टेशन। अच्छा हाँ, जो एंट्री वाला टाइम। हाँ, तो मैं इनको एंट्री गेट पे ही छोड़ दूँगा, इनको बोल दीजिए ताकि आगे दिक्कत ना हो मुझे। What do you want to say? He is taking you to Delhi में, Delhi railway station. हाँ, कोई सभी स्टेशन पे He will करता है। take you to a railway station, to whichever you want to. New Delhi railway station. I think. Yes. So at the entry gate there is a particular ticket, which is chargeable. So he will drop you. No, not in, it's okay. It's okay. Yeah, let's go, I understand. Okey, başa salmaq istəyir ki, qardaşlar, avtovağzalın parkinginə girsəm, avtovağzalın parkinginə girsəm, yəni bunda mən pul alacaqlar. Mən səni qabağına apara bilərəm, içərisinə sala bilmərəm ki, mən əlavə pul ödəməlisən. Deyilən 10 saatlı başa düşüm də. Neyse, getdik qaqa, başqa variant yox da. Uşaqlar, baxın, bax, protiv gedir. Fırrandı, onu göstərə bilmədim. Düz Kamazla gəlir, hərrəm reyşəyə. Fırrandı elə protiv gedir, indi yoluna çıxmaq üçün, hər şey qısaldmaq üçün bunlar protivə çıxırlar. Nə bilim, haradan gəldi fırranırlar. Bütün bəlalar başımıza gələ bilər də, yəni bundan sürüşündə. Çox anormal sürüşlər var, çox anormal. Dəhşətdir. Bu necə düşür bu? Məncə düşünürəm, zor düşür. Dünən laf betər idi, indi biraz yaxşılaşıb. Onlar ona görə yol vermirlər ki, yetimlərin yoludur, bu başa düşüləndir. Gör hara gəlib soxur özünü, buna bax. Qaqa, protiv deyə bura. Atam, sən buradan düz... Qaqaş, ataş, eləmə də qaqa belə şeylə.
Ay yazdılar bu dəqiqə. Bakıda olsaydın boşu oynatmışlar indi sən. Uşaqlar bax vağzaldır. Vağzalın qırağında, bu cəmaatın arasında bax keçiblər, bax göstərirəm. Sikirlər onlar indi. Əməli bu vağzaldır bildiyim. Buradan qadın keçir, kişi keçir. Bax qadın orada faktiki var. Yəni vecdənə deyil, lüboy yeri qırağa keçib adamlar yeyə bilirlər. Yəni bu məsələ budur. O rahat iki dənə cavan oğlan. Kişilər də belədir, qadınlar da belədir. Hamısı belədirlər. Vecdənə deyil heç nə. Millət qalmışam avara, yerimi tapamıram. Sorry. Can you help me? So, can you help me? Soruşuram kömək eləyə bilərsən, o da göstərir tuk-tuk sürəni. Tuk-tuk sürən mənə kömək eləyəcək. Sorry. Can you help me? Where must I go? This is my ticket. Platform number 16, just go there. Here? 16, yeah. 16. Aa, 16'dir. Aa, düz yerinə gəlmişəm Cataş. Ola bu nə telefonu da ola. Mən haray. Ola, yəni keçək buradan bir dənə soxaq bunu bura. Sorry. Ay mikrofonum da getdi. Ay mikrofonum da getmişdi üstündə. Hoşim guys, deməli özümə 125 rupiya bir Red Bull aldım. Hətta altında da yazılıb qiyməti. Bir dənə də çöpçü aldım. Çöpçü da yeyin cəhənnəmdə. Mən belə şeyləri yeməyi sevmirəm, amma yeyərəm də. Başımı qatmağa. Deyən hara gəldim ha mən? Orada da mən. Deyəmən ki buradır. Bağa gəldim. Bağa gəldim. Nə mındarxanadır bu. Mənə demişlər kravatdır. Hansı da mənki? A1 38. Mənki buradır bax yuxarı. Mən də dedim bura ikinə. Gör mənə hansı yer satıb. Normal yer verəmirdim. Burada mən nətər yatacam bu mındarxanada. Deməli bu uşağın burada çox yaygındır. Uşaqların gözü şey çəkirlər, sürmə çəkirlər və bu sürmənin uşaqların gözünə falan filan xeyri olduğuna inanılır. Sağlamlıq cəhətdən eləyirlər bunu. Gözlərinin ətrafını qaraldırlar belə. İnsanın gözünü də çox belə cəlb edilir, baxmağa məcbur edir. Belə bir qardaş gəldi, pasportu, bileti yoxlamağa. This is my ticket, if you need. And this is my passport. It's okay? Thank you. Bu da gəl, burada nəsə satır bir yer. Aa, yemək gətiriblər. Aa, yemək də verirlər uşaqlar burada bizə. Yeməkdə mütləq soruşurlar ki, vegetariansan, yoxsa vegetarian deyilsən. Mən dedim, təbii ki, vegetarian deyiləm. Görüm, indi mənə nə yemək gətiriblər. Yəni, bu vegetarianlar üçün olan yeməklərdir. Bizim ki, hələ gələcək. Yaxşı uşaqlar, indi bizim də yemək gəldi. Bizim yeməyi izah eləyəcəm. Ümumiyyətlə, belə bir padnosda gəlir. İndi deyiləm, buradan görsənir, nə var, nə yox. Belə bir şey. Belə bir şey deyil. Nə var, nə yox, içərisindən göstərəcəm. Nədir bu belə? Süt deyəsən. Bilməm, vallahi. Bunun içərisində belə bir şey veriblər, bax. Belə bir şey. Bu yəqin spice'li ədviyyatları qaçışıqda düşünürəm. Yəni, məsələdir, qaşıq verirlər, yemək üçün. Açaq görək bu nədir? Düyü. Allah, bütün sulu nədirsə bu, bilmirəm. Onun bir qaşıq yiyib baxarıq, dadına uyğun olsa, yiyərik. Göstərə bilməyəcəm onu sizə. Göstərsəm dağılacaq. Bu da uşaqlar. Ətdir və ət suludur, yəni. Sulu içərisində də ət var. Prosta ət nə ətidir bilməm. Qalın, şaurma lavaşına bənzər bir lavaş. İndi bunları test eləmək. Səmiyyətimə qalarsa yemək istəmirəm. Amma bu vlog eləyirəmsə, bu gedişat varsa, sizə də bəlkə dadlı oldu deyənə bunu yiyib, test edib sizə bildirməliyəm ki, belə deyil, elə deyil. Gələn dəfə siz də bundan yeyəsiniz, ya da yeməyəsiniz. Supu bununla da problem eləməyək. Gəl, supu birinci bununla dadına baxaq. Bak, dad olaraq yiyiləsidir, amma bu sudur, sup deyil. Ətin yanındakı sosa deyən vaxtıdan. Ay Allah, bu qədər ədviyyət olar. İstiyordan beynim çatladı, Quran and olsun. Anam mənə görsə öldürəcək Qurana. Evdə Bakıda su biçimlər. Hindistanda su biçirəm. Allah bunun dibində nəsə var. Allah mərci deyə bu deyəsən, var yox mələni. Bu mərcin içində nəsə qatıblar. Bu mərci yoxdur uşaqlar. Çox sulu eləyiblər. Qatılığı yoxdur. Amma gördünüz də ətlə suluğunu gördünüz.
İndi bunları bir yerdə bir şey həll eləmək lazımdır ki, yiyim sizdən. Birinci suyunu tökürəm, bu ədviyyatlı suyunu tökdüm bunun üstünə. Qaqaşlar. Sonra əti ayrıca yeyərik, çünki mən bunun sosun dadını bildim, o gedəndir. Əti necə olacaq bilmirəm deyənə hələ vurmaq istəmirəm düyümə. Vidi prosta. Bu vidi görsə söyə çıxmır ki, bunu darsan sən bunu yeyirsən. Yeməyimin vidi budur uşaqlar. Ətli buydu, bu mərcidir. Nədir bilmirəm. Uşaqlar indi belə şey gətiriblər. Nədir onun adı? Bilmirəm nədir. Buzdur da bu. Murojnoddur da. Barojna, bildiyimiz plan 1. İlk dəfə görürəm, deyəsən bu qatarda tualet suyunun boşaldılmasıdır. Səhv etmirəmsə. Amma çox təmiz sudur, inanmıram tualet suyu olsun. Bilən var, bu qatarda bu su niyə boşaldılır? Nəyin suyu ola bilər bu? Buna o gəldilər, bunlar da gidilər bu suyun içərisinə. Saat yolda 5'e işləyib, 5'e işləyib yenə nəsə gətiriblər. Bunu atışdırmalı, belə başlaşdırma belə bir şeydir. Bu nədirsə şirniyyatdır, bu da nədirsə şirniyyatdır. Tikit, çay kiti. Deyəsən belə, nəsə belə bir şey, burger oxşuyur, dayağın içəsinə nəsə olur. Mən indi baxarım, görüm nədir. Təminən zatdan basıblar, siz belə şirniyyat iyi gəlir. Çörəyin arasına gətiriblər, gəlin görək. Çörək də okey, içərisində nədir? Dənə-dənə bidamcı şey qoyublar. Nədir bu bilməm. Dadı vermək üçün var, içərisində heç yoxdur demək olar. Köktür, kök. Kök çörək yiyirəm. Köklə çörək yiyirəm uşağım. Kökü nə dərsə çəkiblər içərisinə, bilməm. Yəni çörükdən asıdan keçirib çəkiblər içərisinə. Böyle yapıştırıblar, presleyiblər, yiyirsən. Çörək yarısı kök. Deməli, bu içində, üzərində gördüyünüz kimi hər şey var. O şey var. Üstədən tut, çipsə qədər. Deməli, uşaqlar, bu bilirsən nədir? Bu snacks yazılan, açdım, baxdım. Küçələrdə gördüyüm, yemədiyim həmən snacksdir. Paçkada olduğuna görə müəyyən qədər bir güvən verir mənə, yiyirəm indi. Daş kimi taktik. Yox, uşaqlar, çuduq. Çuduğa daha yaxındır. Prosta bizdəki çuduğun içərisi dolu olur da ətlə. Bunun içərisində bir damcı ət var. Bəlkə də ət görməyim. Vegan yemək ola bilər deyənəm. Heç ət olmaya da bilər içərisində. Düzü, onu çəkmək istəmirdim, amma dedim bu qatarda getdiyimi falan göstərirəm. Bunu göstərir. Qatarda çox təmiz bir yastıq verirlər adama. Məsəl üçün, bax, təmizliyi buradan hiss olunur. Sonra bax, buradan hiss olunur bunun təmizliyi. Çox gigiyenik, bütün qaydalar riayət olunmuş. Tərtəmiz bir şey verirlər. Sonra belə bir həmən yastığa üzlük verirlər. Yəni, bu özü nədir, o nədir? Heç ikisi də yəni çirkisindədir. Nəysə, bunu qoydu kənara. Bir dənə də sağ olsunlar, başqada, qiymətlərəm onlara. Belə bir yazılarla protein verirlər. Bir üstü var, ateş, bir altı var. Yəni, bir dənə təmiz gələcək olan varsa budur bəs. Bir dənə də, bilirsiniz, belə də qalın ədyal verirlər. Səhvəyim, burada dayanıb yağdan hava alan bir da gəlmədim ki, sən varanasi desən. Birdən reski gəldilər, dedilər, sən varanasi görəsi öldün, dedim, hə. Küdala varanasidir bura, düşdüm. Sizə abu havadan hiss elədim, gördüm binaların bəzilərini uzaqdan, hiss elədim ki, bura varanasidir. İndi gəldiyi varanasiyə gəlməyinə. Biz hara gedirəm, bilmirəm. Hava da soyuqdur, yeri gəlmiş, yəni Hindistanda mən, yəni deyək ki, Dehlidə oldum və varanasidə oldum. Bu ikisində artıq mən axşam və səhərin çox soyuq olduğunu gördüm. Neyse, axır gedib bir dənə birinci nəfəs alım mən vacib, dostu falan tapım, həll edəcəm. संख्या 1 4 2 3 5 बरेली एक्सप्रेस Qəşəng bax, vağzalın düzdür, varanasidir, uşaqlar, yuxarı yazılır. Baxın, bax,
İnsanlar bax küçələrdə ailəli, uşaqlı fərq eləmir. Hamısı töküşürlər, yaşayırlar, yatırlar. Özü sizə deyim ki, axşam saat 8-dən zaten artıq şey eləyirlər, gəlirlər uzanıb burada qalmağa. Uşağa əlində telefon, körpələrə bax, uzanıblar yatırlar elə burada. Uşaqlar qorxu film dediyimdə bu buradan belə gəlir, orada ocaq qalıyıb, biri deyənim, Amerikan filmləri boş yerdə, vallahi bunların yanında. Amerikan filmində də qaralarda bunu görsən, burada küçədə bax, qabağızanın yanında bu nədir, şəhərin mərkəzində belə deyək də. Bu nə deyilsən sən, ocağı qalamısan. Burada kimlərsə yemək pişirir, və qardaş qışqırır. Bu deyir Sumqayıta bir nəfər, nə bilim ala. Bu da bura nəsə daşıyır. Hələ ki, babanı tutmamışam. Dehli az çox anlaşılırdı, bura heç anlaşılmır. Valla dəlixanadır bura. Nə qəribə dünyadır uşaqlar, buna bax. Valla gedirəm, istəmirəm, düz gedirəm, səhv gedirəm. Nə xəritəyə baxaq. Ümid eləyirəm, düz gedirəm. Yes, this way. Düz gedirəm. Mən bunları çəkməyimdə bir mənə güdmürdüm, amma buna bax. What's chapati? Chapati, yeah? Chapati. Yeah, I eat it. Hello. कहाँ जा रहे हो तुम? Say, please, say. What? O anda mən heç başa düşmədim niyə mənə çağırdılar. Hər şey bir ana qədər sakit görünürdü. Amma sonra gözləmədiyim bir şey baş verdi. What? हेलो Hello. Say salam. सलाम करिए Salam Azerbaycan, please. सलामकुम कजाकिस्तान Not Azerbaijan. Azerbaijan. I am from. Azerbaijan. Yes. Again, please. Again, please. भाईजान See you. Thank you, guys. Thank you. Thank you. What? Yes, say. ओके Azerbaycan. Bu kişini görürsünüz. Mən heç onun fərqində değildim. Və başa düşmədim ki, mənim orada olmağım onu artıq əsəbləşdirir. Hər şey bir ana qədər normal görünürdü. Amma sonra elə bir şey başladı ki, mən ümumiyyətlə buna hazır değildim. Baxın. Please listen me here. Please listen me here. तीन मिशन हाँ, में ईयर yes. पिलाओ इनको बियर You can नहीं. Please पहले, listen me here. okay. You can go now. This person is dangerous person in this area. Okay, dansen. Near about the your Islamic country. बदमाश Yeah. This is not Islamic country. This is Hindu country. Hindu country. It's okay. You can go now. You can go now. Just become. You can go now. This is a Islamic country. नाउ not नाउ बाल forget गड़े it. वाला You can go now. यस बार्बर बार्बर You can go now. Yeah. This is not Islamic country. This is a Hindu country. This is India country. You become the Hindu. Present time. Your tod phod, your thapad. You can go now. No video capture. Please close video capture. Close. क्रांति Okay. लिख देंगे मार चोद देंगे क्रांति लिख देंगे What it says? I can't understand it. तुम्हारी मार चोद क्रांति लिख देंगे मार तो इस्लामिक कंट्री नहीं है हिंदू कंट्री है ये यू कैन गो नाउ हेलो मुंह पूछ लो यू कैन गो नाउ मुंह पूछ लो मुंह पूछ लो आज उनका पिस्टल भी है Açıqa dostlar, onların yanına sürətli şəkildə aralandım. Deməli, adam öz dillərində nəsə deyirdi mənə. Mən belə başa düşdüm ki, sən deyir Hindu dininin şeyinə gəlmişsən, özün İslam dininənsən. Sən niyə bura gəlmişsən, kimi ifadələr işlətdi. Sonra əl atdı üzümə. Mənim üzümdə nəsə var, yoxdur. Nəsə belə sürtdü üzümün burasına. Əli idi, əlində nəsə əski var idi, bilmədim mən, başa düşmədim. O bizə kamera çəkirdi, telefonla mənə çəkirdi, məzələndilər, neynədilər. Bura təhlükəli yer imiş. Heç belə gözləmirdim. Təcili şəkildə bir dənə ağzıma gələn birini tapdım hostelun. Gözləyirəm bir dənə tuk-tuk gəlsin gedim. Right here. Yeah. Uşaqlar, bu məni tamamilə başqa yerə gətirib düşürdü. Baxdım ki, sağda solda otel yoxdur, yaxşı ki pulumu vermədim, basıb geyəcəkdim. Dedim, bura deyil də. Allah, bu nədir? Buna bax. Budur burada. Dedim ki, yox da bura deyil. Bir də o mənim xəritəm bunu göstərdi. Mən burada nə qoşub, nə inibdir. Sonra elədim, nədir ona dedim. Açdım özüm mətdə. Dedim ki, yəni, burada belə göstərir. İndi bir buna deyirəm, burada sürür. Mən öz qəsdən elədi, necə elədi, yaxın ki, yarım atmasın. Mən burada ucu narahatam. Bir dənə gecə bağlansın.
Qalacam otur. Okey millət, gəldik. Qardaş hər şey elədi. Yəni çekin elədi. Hələ ki bir günlük çekin elədim. Bir dənə içəriyə də baxım. Şu an saat 05:24'dür. 6 dəqiqə seremoniya başlayacaq. Ümid edirəm çatarıq. Ben kısacası salamlayıram hər şeydən ama yuxudan yarım yamalaq durmuşam ona görə. Belə dar-düdük yollarla düşəcəyik düz Qanq çayına doğru. Orada seremoniyalar olmalıdır. Gün ərzində burada 2 dəfə seremoniya keçirilir. Otur düz yolumuzun üstündə, susub otur bura. Allah bu vapşı susub ki. Qorxuram başınızı çevirir oradan vurur ya bu. Söydulluq. Oyda bir dənə görüntüyə baxın uşaqlar. Çox gözəl görüntüdür. Bu da burada yatıb kələ. Hamısı gəliblər yatıblar burada çayın qırağında. Bu çayı bunlar anası əvəzi görürlər, ciddi deyirəm. Çox müqəddəs görürlər. Müqəddəs gördükləri çayın içərisində sırlar işiyirlər. Addım ba addım. Sidiyindən bu dəqiqə burada dayanmaq olmur. Ətraf sidiyin doludur. Oy dedim, bunun neçə dənə başı var hə. Bu deyəsən Şivanın özüdür, yox Şiva deyil bu. Amma yox Şivaya oxşuyur. Onların Allahlarını bir-birisi izahlayacağım, prosta bu neçə də özü var ya bunun, bax. Meymun üzü var, fil üzü var, Allahın bir neçə simalarıdır burada deyəsən. Baxın, göstərəcəm, oğlan kişi soyunur, o çaya girib, öz müqəddəs işləyini həyata keçirmək üçün girir o suya. Bu su dediyim kimi onlar üçün müqəddəs sayılır və burada yaxalanmaq öz günahlarını yumağa bərabərdir. İnsanlar gəlirlər bura, çimərək öz günahlarını yuyurlar. Bax. Bu, birbirimiz ucu girib günahlarını yuyub çıxıbdır. Bax. Ay dedəm, deyəsin gəlin kökünə çıxır mən. Baxın, insanlar sonra oradan gül götürürlər, niyə götürürlər onu bilmirəm. Amma ümumilikdə bura girərək daxil olaraq bu qusokda öz günahlarını səhər-səhər gəlib yumaqla məşğuldular. Soyuqdur yol özü, bu soyuqda bu çaya girmək olar ola. Hal-hazırda alav mən sizə göstərə bilmədim. Deməli, insanlar gəldilər meyidin başına əvvəl dövr eləməyə başladılar. Dövr etmə prosesi bitəndən sonra alovu aşağıdan saldılar və meyidi yandırmağa başladılar. Qaqaş da mənə baxır, desə çəkməyə icazə vermir deyənə baxır. Yandırılmanı da zaten izah elədim nə üçün olduğunu. Ümid edirəm başa düşdünüz. Digər şeyləri də indi etapla izah edəcəm sizə. Bu baraban Şivanın barabanıdır. Burada hal-hazırda proses keçir. Dostlar, bunlar insan əti yiyənlərdirlər. Bunlar birazdan ocaqdan insan əti yiyəcəklər, yanmış insan əti. Səsimi çox çıxartmaq istəmirəm. Sandal ağaclarında bax, bura yığıblar, taxtalar burada yığılır və ölü gəldiyində gətirilib burada yandırılır. Səhər açılır və bu proses gedir, yandırılır. Bu proses günorta da baş verdiyi olur, amma hər birinin öz qiyməti var. Səhər tezdən bahalı sayılır. Bir də bəzi insanlar yandırılmırlar, onlar saf sayılırlar, müqəddəs sayılırlar. Bunlar kimlərdir? Hamilə qadınlar. Hamilə qadın ölürsə, onu yandırmaq olmaz. Şivanın başındakı ilanın unuttum adını. Yəni nə hansı olduğunu unuttum. Piton idi, ya kobra idi. Yəni ilan nəticəsində ölürsənsə, yenə müqəddəs sayılırsan. Şivan ilanının yəni. Üçüncü ölüm körpə uşaqların ölümüdür. Bunlar saf ölümlər sayılır. Bir də bunların din xadimlərinin ölümü. Onların da adını keçən videoda sizə demişdim, quruların. Onların ölümü çox saf və təmiz ölümlər sayılır. Ona görə onları yandırmırlar. Onların ayağına daş bağlayıb atırlar Qanq çayının dibinə. Yəni ölür zaten, ölmüş insanın meyidini həll edirlər, amma yəni onu atırlar Qanq çayının içərisinə. Keçək indi aqorilərə, biyaqki insanlara. Bunlar kimlərdir? Bunlar insan əti yeyirlər, ölmüş insan ətini yeyirlər. Bunlar aclıqdan yeyirlər bunu, yox. Bunlar yeməksizliklər yeyirlər bunu, yox. Bunlar
Tanrı yolunda yeyirlər bunu. Belə inanırlar ki, ölü insanın yeyərək onu enerjisini Tanrıya bəxş edirlər öz bədənlərində. Sağ olsunlar. Qardaş mənə çay gətirdi, masalatı. Həmçinin dedi ki, izah eləyə bilərəm. The place, this is place where, you know, it's like old rebels or this place, and basically sometimes a person once died here and like burned here and never can get born again. It's about reincarnation, yeah? Yeah, it's an incarnation. We call it as basically in mukti. Once you like burn here, body burn here, it's like sacred. After 8 lakhs of, you know, Yeah. 8,000 lakhs of, you know, times the person burned in different forms, and after that the forms like as a human form, and after once you're born here, you never be like your soul is released. Okay. So this is the like holy, you know, mentality. Yes. And this place is like vibe it in itself. Every 100 meters you feel a different vibe because it's a different energy. So many n number of souls are like burning here continuously from last thousands of years, continuously, never ever stopped here because people never ever died. So basically here is the place, it is called the place of Shiva. Like, this place is designed very beautifully by the Shiva itself. The only place designed by the Shiva by itself because he wants the Parvati to stay here. Her holy wives. Okay. So basically this place is so beautiful. The food, the people are not in so hurry. Everybody is so friendly because everybody has ample amount of time. I feel it. Yeah. Because there is no hustle in life. Because whatever you earn, whatever you gain, it ends here only. You never take a single penny with yourself. When you born here, you never take a single penny of whatever you earn. You only earn by your karma. Whatever I did for you, whatever you did for me, whatever he did for the society and humanity, the only thing release here. People only know by yourself, by your karma. Okay, one question. Yeah. What's the rule of Agoris? Rule. What's the deal? There is no rule for Agoris. There are no rules. The only sentence, if I can explain, there is no rule for them. Okay. They can do that kind of thing that people are not able to see by their naked eyes only. So what kind of rule you expected by them? No, I just want to know if there are... Careful. No, it's okay. Have some tea. Qaşla tanış oldum, biraz söhbət elədik, yəni vaxt çox keçdi, artıq səhər açılıb gördüyünüz kimi. Bəzi məlumatları vermədi, mən belə başa düşdüm, özü danışmaq istəmir. Amma bəzilərini də verdi, özü yuxarı kastadan sayılır, öz kastalarını da izah elədi. İbrahim, səhv eləmirəmsə adı belə gedirdi, oxumuşdum bu barədə. Amma tam unutmuşam, əslində xüsusən yuxarı kastaların adı belə gedir. Keçək Qanq çayı ilə bağlı məlumatlar uşaqlar. Bunlar niyə Qanq çayını sayıblar, belə müqəddəs saymağa başlayıblar? Keçmişdə elm olmadığı, bunların bir elmi olmadığı devirdə, elmin bir sübutu olmadığı devirdə kükürtü çaydır. Qanq çayı kükürtü çay. Himalay dağlarından gəlir. Bu kükürdün nəticəsində, mən bilmirəm, o əvvəlindən kükürtü gəlir, yoxsa proses gedişatda kükürd əmələ gəlir. Nəysə, kükürddə olur. Qanq çayına bunlar girirlər, görürlər, yaraları sağalır, orası düzəlir, burası düzəlir, insana xeyirlidir. Plus bu sudan götürüb evlərinə aparırlar. Hətta bu su bunların evində dava ametlərində də istifadə olunur. Atıram, bizdə necə deyirlər, evimizə cadu olunubdur, ailəmizə cadu olunubdur, gedir cadügar nəsə elə. Bu elə gətirir Qanq suyunu, başlayır evin orasına burasına səpələməyə ki, evdə dava qırğın var, sakitçiliyi çöksün, nəsə problem olun, nəsə gözləyir bizə, bu kimi şeylər. Bəs sol yarına bilər ki, sizdə bu qədər meyid tökülür bura, bu qədər meyid atılır bura. Bəs bu necə bir şeydir? Niyə bu çay zəhərlənmir, bakteriyalarla dolu olmur? Məsələ burasındadır ki, alimlər belə, elm adamları belə hələ bunun cavabını tapa bilmirlər. Qanq çayı dünyada canlı adı verilmiş az sayda olan çaylardan biridir. Hətta burada ölüm otaqları var, ölüm gözləmə anları var, yerləri var daha doğrusu, evləri var. Bura girirsən, öz ölümün gəlməsini gözləyirsən və burada ölmək müqəddəs sayılır, Qanq çayının yanında. Yandırılaraq ölmək və sənin reinkarnasiyanın bitişinə inanılır. Və bu prosesin adı da var, bu prosesin adı mokşadır. Yandırılma prosesi kremasiya adlanır. Kremasiya ya da kremisiya adlanır.
Amma bu döngünün bitişi, reinkarnasiyanın döngüsünün bitişi isə adlanır moksha. Le, o taco. Chalo, ho gaya. Hal-hazırda yerdə əyləşib, sarı şalvarda, yubkada belə deyə olan insan meyidindən qalan küllərlə özünü rəngləyir. Bunlar aqorilərdir. Yanında meymun ilə əyləşib, insan meyidinin külünü özünə çəkir və insan meyidindən qalan qalıqları yeyir daha doğrusu. Bayaqdan o külləri əlinə alıb üzünə çəkirdi. Bayaq bu gözəllər yatmışdılar, 2 maska qoyublar qarşılarına və indi oyanıblar. Düz insanların yandırıldığı hissəyə yaxın olaraq yatırlar. Uşaqlar isə burada təhsil alırlar və bunların da gələcəyi gəlib elə bura çıxacaq. Qardaşlar isə şəkil çəkirlər. Bu çox aqressivdir, niyə bilmirəm. Əsəblə, gərginliklə göstərir onun özünü. Əlini saxlayıb elə. Ya qardaş şəkil çəkir. Günəşi salamlayırlar yəqin. Əsir, niyə əsir bilmirəm. Burada çox qəribə şeylər baş verir uşaqlar. Çox qəribə duyğular yaşayıram hal-hazırda. Bu da gələnə də baxın, yəni görüntü etibarıyla hamısı çox qəribədirlər. Yandırıb ocağı düz yanına uzanıb, artıq özünün ədyalları yanıbdı. Yanıb ədyal, amma yenə ona yaxın olaraq dayanır. Nə məsələdir, nə mahiyyəti var bilməm. Uşaqlar, bir qaranlıq ediyənə təkrar işıqda çəkirəm. İnsanlar bu suya girərək təmizləndiklərini, günahlardan yolduqlarını düşünürlər və bu çox müqəddəs bir an sayılır onlar üçün. Çox müqəddəs bir andır bu suya girmək. Lütlənirlər, yarı çılpaq da olsa girirlər bu suya. Bax, bibiyə bax, bibi çox lüt şəkildə. İstəmirəm onun lütünü göstərim, sadəcə prosesi izah eləmək istəyirəm təbii ki. Adamlar gəlirlər, girirlər bu suya və burada öz günahlarının təmizləndiyinə inanırlar. Maraqlı bir inancdır. Və hər kəs gəlir, çəkir xaricilərdən, bunları heç narahat eləmir bu. Çox rahatdırlar. Baxın uşaqlar. Hətta paltarlarını da orada yuyur adam. Və bu gülləri atırlar suya. Bax, qardaş atır indi. Bax, belə. Belə, Allah onu bağışladı. Həll oldu o məsələsi. Öpdü, yeri öpdü. Dualarını elədilər, günəşi salamladılar. Oldular xoşbəxt insan. Bu insanlar günahlarını yuyaraq günəşi salamlayırlar. Hal-hazırda doğan günəşin qarşısında Qanq çayına girərək öz günahlarının yuyulduğuna inanırlar. Dostlar, adam satudu, satular nədir? Thank you, thank you. Satular haqqında sizə məlumat verim. Satular bir növ bizim dərvişlər kimi yaşayan insanlardır. Bunlar pul zad almırlar insandan. Sadəcə yaşamlarını sürürlər. Necə çöllərdə yatırlar, çöllərdə gəzirlər, evləri, eşikləri yoxdur, köç eləyirlər tez-tez və insanlardan yalnız istədirlər. Məsələn, sən ona gətirib pul versən, o pul götürməyəcək. O deyir ki, məsəl üçün, mənə indi yemək lazımdır, yeməyimi al. Yeməyini alıb verirsən, yeməyini yedib, yenə həyatına davam eləyir. Yenə öz inancı ilə, öz Allahı ilə bir yerdə yaşayır, bir yerdə yatır, bir yerdə yeyir, bir yerdə durur. Hə, bir də bunu da qeyd edeyim, bunu da qeyd edeyim. Məsələn, bu insan mənə yaxınlaşıb gördü, salam verdi, mənlə tanış oldu falan. Burada məqsəd biz nədir? Görür, mən vlog çəkirəm. Bunların bu işi görənlərə respekti çox böyükdür. Çox böyük hörmət eləyirlər. Bu iş onlara, yəni YouTube fəaliyyəti çox böyük iş kimi gəlir və bu adamlara çox böyük hörmət eləyirlər. Əgər görürlər sən vlog, birbaşa soruşurlar. Vlog çəksən, deyirsən hə və səninlə salamlaşırlar, adını soruşurlar. Artıq neçə subscribe eləyib məni, izləyib məni, yəni soruşurlar sırası profili, baxmaq istəyirlər, görmək istəyirlər, nə iş görürsən. Bu işə bunların yanaşması çox böyükdür. Maraqlı bir yanaşmadır bu da. Və video çəkməyə də heç bir problem eləmirlər. Onların din xadimidir, qurusudur. İstədim test eləyim ki, günəşi belə salamlayandan istəyir ki, insan həyatına görəm yox. Yox eləmək istədim, gördüm mən iyi deyil. Mən elə öz vloglarımı, öz şəkillərimi tezdən yapdım.
Bu iş bunlara kal. Ben iyi değil. Qarşıma belə bir qrafiti çıxdı uşaqlar. Baxın, bu qrafitidə əslində o bindinin, yəni alnın ortasında olan işarənin bəsirət gözünü izah edən bir şəkil var. Ümid eləyirəm göz olduğu videodan anlaşılır. İki göz bağlı olduğu halda baxın orada göz yoxdur ikisinin də içərisində. Amma ortadakı gözdən görmək olur. İnsanlar düşünürəm anlatmaq istəyirlər ki, sənin üçüncü gözün açılmamış, bəsirət gözün açılmamış, sən digər gözlərinlə tam həyatı görə bilmirsən. Mənə elə gəlir, bu onun mesajıdır. Uşaqlar, nə qədər iyrəncilik olsa da bunu sizə göstərəcəm. Bura CD ilə doludur, yəni bura gəlib çatıb hamısı bilirlər. Həmçinin qarşıya gəlir, yəni harada tin gördülər əslində, bu işlərini görürlər. Adamlara sadəcə bir tin lazımdır ki, işsinlər. Rəngi dəyişib oranın, havaydan deyil. Hamısı gəlib oraya iş. Bu qardaş da burada əyləşib, müəyyən bir ayini həyata keçirdir və yanında da görürsünüz ki, suya girənlər var. Oydu, qız uşaqlarına çox qəribə tuman geyindirirlər uşaqlar. Baxın, insanlar gəlirlər bura, burada başım. Çemiyib günahlı. Bax, xala bibi açıb töküb özünü, ora burasını göstərir bizə. Ayda, hər şey. Doğrudan xala da ondan geyinib. Uşaqlar, xala da tumandan geyinib. Çox üzr istəyərək qeyd eləmək istəyirəm. Bunların nəsə bu dini mərasimdə geyindikləri at paltar fərqlidir. Uşaqlarda rahat açıq ellər, amma qadınlar üstlərini örtürlər. Üzr istəyirəm, tuman bildiyimiz bu üçbucaq formada olur, düzdürmü? Bunlar da elə deyil. Belinə dolaşan bir ip var, belinə dolaşan ip. Bir də cinsiyyət orqanını gizlədən sadəcə bir belə qəpik kimi belə yumru bir şeydir. Düşür, sallanır onun qarşısından və sənin orada muncıq zat da var idi. Cinsiyyət orqanının qarşısını örtür. Qəribə bir şeydir, amma arxa tərəfin açıq qalır. Bunu qızlar geyinirlər, kişilər geyinmirlər. Bu ancaq qadınlara məxsusdur. Uşaqlar, bura yandırılma yerindən biraz fərqli görüntüdədir. Bilmirəm bu sarıları niyə asıblar, amma hamısı eyni proseslə məşğuldurlar. Bibiyə bax, bibi lütdü bildiyin. Allah, biabırçılıq deyir bu. Kişilərin yanında bura rahat girə bilirlər. Və çıxırlar, belə qurulanırlar. Düşünürlər ki, Allah onları bağışlayır. Qəribədir. Amma qurular, müəllimlərə bax, günüzü səviyyəli, səliqəli şəkildə yanıblar. Bunu mən həm də açıq, səmimi sözümü deyim, bir növ keçmiş mollaların, din xadimlərinin bütün ölkələrdə vəziyyətdən istifadə edirlər, insanların inancından istifadə edirlər, pul qazanmalarına bağlayıram. Bunlarda da məncə belə bir şeydir. İnsanlar sadəcə aldanırlar və bunlar da pullarını qazanırlar. Bu yox, bunun üzündür. Bu küçədə bu cür vəziyyətdə insanlar mənə baxırlar, amma heç bir problem deyil belə görürəm. Çünki adam özü reaksiya vermir ona. Güllə kimi, sabunsuz zatsız, bax ona bax. Güllə kimi. Sabunsuz falan kəsir. Heç bir kəsinti olmadan çox qəşəng formada qırxır. Kütləvi şəkildə bax ki, amma ona bax saçının ortasında tükü saxlayır. Bütün saçını keçə eləyir, amma üstündə bir damcı tük saxlayır. Baxın, bunda da saxlayırlar. Bir damcı, burada da saxlayırlar, bir damcı. Bax, burada daha çox hinduizm yaygın olsa da adamlar şeydə satırlar. Bu skizmin alətlərini də satırlar, qolbaqlarını da satırlar. Uşaqlar qrup gəzintisini bu lotkada 300 rupiya təklif elədilər. Yarım saat 3 rupiya normal deyə düşünürəm. Ona görə okeyləşdim. Sizə qatarda göstərdim, turban taxırlar başlarına. Bax, qardaş da budur. Keçən videoya baxsaz, mənim qatarla gəldiyim yolda izah edirəm. Həmən turbandan danışmışam, izah eləmişəm. Hal-hazırda bax, turban dediyim başında olandı. Sonra mən, you are sick? Yes, I am. Okay, you are sick. Okay, thank you. Gördüyünüz kimi, qardaş, adam bir sikdir. Özü də təsdiqlədi. Qolundakı qolbaqdan və başındakı turbandan fikirləşdim ki, bu daha çox sikə oxşuyur. I take vlog about the schism as it I want to ask you. This is Kara or Kara? This Kara. 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 And have you got kirpan? No, I don't have a kirpan. Normally, but must be... Kirpan is a thing like the people who have done taken Amrit. Those only keep kirpan. Okay. Yeah. Deməli, uşaqlar deyir ki, həmişə üstlərində gəzdirmirlər, amma olmalıdır. Amma sağ əlində gördüyünüz kara da izah eləmişdim bıçağa əl atmamaq üçün və bütün sikilər belə fırlanırlar. Yəni, bir dənə prost bıçağı deyir, qaydalarda yazılmışdı var idi, amma bunda yoxdur. Thank you. Kilsəli nəsə elan eləməyə gətirirlər, bilməm nə məsələdir.
Dartıb gətirirlər, qaşırlar bura. Nədə? Niyə gətirirlər bura? Ay başını üstə çıxarda, sürün keçəlim. Nə olur ha bunlar? Qıza nə varsan sən? Orada sakit deyən görün bu nə varacaq? Orada deyir tök də ora. Tök də deyir. Orada qıza tök də qorxmadı. Orada qıza o isə ol, mola deyir. Başqa əskini də atdı yerə. Adam qəribə idilər ya bunlar. Özüm cənubdan deyiləm ha. Yəni öyle bilərsiniz, belə ləhcə ilə falan danışıram cənubdan amma deyiləm. Mən də Orivə tərəf polisdir. Seçirsən sən məni. Narahat olmayın, kanalı izləmədə qalın. Görüşərik. Uşaqlar, bu this Shivas ya? Hə. Okay, ansan. Uşaqlar, bu Shivanın barabanıdır. Shiva bunu istifadə edib. Yəni bunların Allahları bu barabandan buna uyğun olaraq bunu burada satırlar. Okay. Bu isə Shivan şəklidir. Shivan şəkli qardaşlar. Bax bu əsas sayılır da. Bu əli yuxarıda olan. Bax onun əlində xəncər var, barabanı var və ilan boynuna dolanıbdır. Shiva bax buna, bunların Allahı bundan ibarətdir. Sən kimə? İnək Shivanın nəqliyyatı olub deyənə müqəddəs sayılır. Bunlar inəyi sitayiş eləmirlər. Sadəcə olaraq inək müqəddəsdir. Səbəbi isə Shivanın nəqliyyatı olduğudur. Buradan yol bağlıdır sadəcə. Görəm onlar gəlir. Mən də keçmək istəyirəm. Bəzi polis var amma öz başlanlıq eləyəcəm. Çox vahməlidir, çox qorxunc görsənir uşaqlar. Okey, insanların dini inancıdır, toxuna bilmərəm. Amma normal görsənmir, vallahi. Okey, ola bilər bizə normal görsənmir. Ki, bunu da demək istəyirəm. İnsanların inancının formalarına müxtəlif şeylik. Bizim giz-giz inanclarımız yoxdur. Quşun putuna inanan biz, pişiyin rənginə inanan biz, dırnaq gecələr tutmaq olmaza inanan biz, zibili gecə atmaq olmaz. Nəyəm, siz oturub yazsınız, bura minlə şey çıxardasınız. Gəlib bunların inanclarını müzakirə edirik. Amma belə bir proses istəyirəm, buradan göstərəm sizə. Orada yeni biri yandırılır. Görüm, gedə bilirəm onun yanına. İtlərin də üzləri çox dişlədi, yaraları çoxdur. Hamısı bir-birinə gün ərzində burada o qədər dalaşırlar. Cızıq-cızıqdır itlərin üzləri. Onun ayaqlarına əl vurdu, o deyəsən qurudu. Mən başa düşdüyüm qədərinə. Baxın, nəsə maddə tökürlər onu yandırmaq üçün danışım. Məsəl üçün, qardaşın keçəl olduğunu görürsünüz də. O keçəl olması yaxınlarından kiminsə rəhmətə getməsi ilə əlaqədədir. Əgər yaxınlarından kimsə ölürsə, yas saxlayırsansa, sən saçını o formada dibindən kəstirirsən, bir dənə isə uc qoyursan, o uc isə ruhun Tanrıya bağlanması deməkdir. Ruhun Tanrı ilə əlaqəsini qurmaq üçün sən o bir damcı, yəni oradan elə bir ki, antena kimi düşünün də, bir də dilmə sahib çıxır, gülməli çıxır. Amma antena kimi düşünün ki, oradan bağlantı qurulur. They said okay, they said okay. Keçəl adam ölə sahibidir, biləsiniz. Bax, belə başına dövr eləyirlər. Dövr eləyir, bax, nəsə eləyir. Ölü yandırma mərasimidir. İndi ölünü yandırma hazırlaşırlar. Alavı əlindəkini yandırdı, deyəsən onları yandırmağa başlayacaq indi. Qaqaşın keçəlinin arxasında bilməm, görsənmir, bir dənə orada antena kimi şey buraxıb, tük buraxıb. İnsan ətləri deyə bu yedikləri. Oyda, itlərin yedikləri insan ətidir, uşaqlar. Uşaqlar, onlar insan əti yeyirlər. Başa düşürsünüz, qanq çayına atılan insan ətlərini yeyirlər. Bax, yandırır. Yavaş-yavaş vurur, yanmağa başlayır. Saldı altına, aşağıdan yandırır.
Əlləri ilə tutublar ölünün ayağından. Dayday nəsə su gətirdi, bilməm nə suydu. Nəsə sudur, bilməm, Qanq çayının suyu, hə. Qanq çayının suyunu gətirdi, onu vurur ölünün üstünə. Bu da yəqin ki, oğludur, yenəm yoldaşıdır, kimdirsə, qardaşıdır. Ona verilir, o eləsin bu işi. İti verəcəm, amma yox ki, yanmışam. Yaxınların hamısına verilir, o da onun üzünə çırpılır. Tökürlər Qanq çayını ölünün üzünə və onu yandırıb qalıntılarını atacaqlar. Bıyaqlarım yanlış dedim əslində. Şey deyil, bir cənazənin qiyməti bir qızıl qiymətinə bərabər, bir kilo qızılın qiymətinə bərabər. Ala yerin gedin oyunda dalaşın. Üstü istəmirəm üstümə vursun, amma bu su tökür, o birisi nəsə qum fason bir şey tökür. O qum nədir bilməm, bu da aşağıdan tökür qumu. Nədir o bilmirəm. Və beləcə yanacaq, o tam bitənə qədər, məhv olana qədər yanacaq. Amma bəzən qalıqları atırlar suya, tam yanmır və qalıqlar atılır suya. Nəysə uşaqlar, buradan çıxıram, sağ olsun ev sahibləri icazə verdilər, mən çəkim. Çox, amma dəhşətli səhnədir, çox dəhşətli səhnədir. Okey, biz də yəni ölülərimizi bastırıq falan filan, anlaşılandır, bu da asandır, elə amma yandırılmasını görmək, buna inanmaq, bu çox qəribə. Bu iti sizə göstərmək istəyirəm uşaqlar. Bir də onun üzünə baxın. Bunlar burada insan meydinə görə dalaşırlar. İnsan ətinə görə dalaşırlar və nəticədə üzləri, gözləri bir-birlərini bu günə qalırlar. Çox bərbad gündədir özü. Gözü zat bir-birlərinə dalaşıblar, tişdək-tişdəkdir. Onun görməsi belə möcüzə gəlmə. O necə görürlər? Bax, üzünə bax. Oyda, sən nə gündəsən? Yazıqlar. Bu orada və bunlar hamısı dayanıb orada rahatlığına. Cəmaat burada ölü öldürür. Bu da orada. Bu da burada hə. Gəlirlər, bax, bu ağacın üstünə şişlər. Sonra bu ağacdan kimisə meydin yandırırlar. Bir qəribədə başa düşdün, çox rahat. Nəysə uşaqlar, bu mövzunu yekunlaşdırmaq istəyirəm. Axşam başqa bir seremoniya var. Bir-birinə qatmaq istəmirəm, ayrı-ayrı vloqlar olaraq sizinlə paylaşacağım. Burada çox adam olub. Amma bu prosesləri, bu dəqiqliyinə, bu informasiya ilə heç kim nə göstərməyib, nə də bu qədər yaxına gedməyib. Mən bu riski etdim, getdim ki, siz hər şeyi detallı görəsiniz. Uzun sözün qısası, videonu bitirirəm. Like etməyi, share etməyi, follow etməyi unutmayın. Adicə bir aktivlik orada. Elədiyiniz hər bir hərəkət mənim videolarıma çox böyük dəstək olur və mən yeni videolar çəkmiş olacağam. Görüşərik, salamat qalın. Hələlik.